Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmir yol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüyə aparan yanaşma yollarının genişləndirilməsi işləri davam etdirilir. Layihə çərçivəsində mövcud yolların eni artırılaraq hər istiqamət üzrə 2 zolaq olmaqla ümumilikdə 4 hərəkət zolaqlı yola çevrilir. Genişləndirmə işləri ilə yanaşı zəruri sahələrdə istinad divarlarının tikintisi, vətəndaşların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada səkilərinin inşası da nəzərdə tutulub. Hazırda istinad divarının alt hissəsində svay vurma işləri tamamlanıb. Paralel olaraq istinad divarlarının inşası və uçqun riski olan ərazilərdə doğru işləri həyata keçirilir. Bu mərhələnin başa çatmasından sonra mövcud asfalt örtüyünün frezlənməsi, yeni asfalt örtüyünün döşənməsi və piyada səkilərinin tikintisi işlərinə başlanılacaq. Xatırladaq ki, bir müddət əvvəl Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan 2 hərəkət zolaqlı avtomobil körpüsü Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən sökülüb, onun yerində 4 hərəkət zolaqlı yeni körpü inşa edilib.